Gəncədə məktəbli qayçı ilə şagird yoldaşına xəsarət yetirib. Hadisə İsmət Qayıbov adına bir nömrəli orta məktəbdə qeydə alınıb. Belə ki, 4-cü sinif şagirdi göz nahiyəsindən xəsarət alıb. Bu səbəbdən məktəbə təcili tibbi yardım briqadası çağırılıb. Xəstəxanaya çatdırılan 2016-cı il təvəllüdlü şagirdə ilkin tibbi yardım göstərilib, vəziyyəti stabildir. İlkin ehtimala görə hadisə ehtiyatsızlıqdan baş verib. Hazırda faktla bağlı araşdırma aparılır. Bakıda azyaşlı pasiyentin mədəsindən yad cisim çıxarılıb. Bugün səhər saatlarında azyaşlı oğlanın valideynləri övladının səhhətində yaranan narahatlıqla bağlı Xəzər Tibb Mərkəzinin poliklinika şöbəsinə müraciət edib. Aparılan müayinələr zamanı uşağın mədəsində yad cisim mismar olduğu müəyyən edilib. Həkim gastroenteroloq Gülnar Ağayeva tərəfindən həyata keçirilən endoskopik müdaxilə zamanı yad cisim mədədən təhlükəsiz şəkildə çıxarılıb. Prosedur uğurla başa çatıb, pasiyentin vəziyyəti stabildir. Vaxtında tibbi müdaxilə mümkün fəsadların qarşısının alınmasında mühüm rol oynayıb.